Salam, hörmətli kanal izləyicilərimiz, Binəsmən Novxanlı kəndində. Kəndə Novxana dənizə yaxın, bax, belə bir gözəl bir evimizdə mən tanışım. 13 sot torpaq sahəsinin üzərində inşa olundu. Solda manqalinisi, evimiz bax, belə 5 otaqlı padvalı orada. Manat beton kolonlarla inşa olunmuş. Burada qəşəng, burada karok yeridir. 6 metrənin 12 metrəyə basenidir. Burada sauna parnelində basenisi var, jakuzzisi var. Hörmətli kanal izləyicilərimiz, bax, belə bir gözəllikdədir. Görə bilərsiniz də. Kombi otağımızdır. Buraya isə evimizin manqalinisidir. Həm söhbətgah, həm manqalinisi bax, hazır vəziyyətdədir. Evdən əşya görsə, hamısı qalacaq, hörmətli kanal. Nə görürsünüzsə, qiymətindən 2 qat aşağı evimiz təcil olaraq satılır. Bıraq, gördüyünüz kombi sistemi, elektrik sistemi bax, burada yığılıb. Belə bir gözəllikdədir. Qazonla əkilib, ağacları əkilib, hamısı bax, belə bir gözəllikdir. Evimiz bir daha görsünüm. Karoki və burada 6 metrə, 12 metrəyə baseni, həm istəyəm soğuk basenidir. Orada şəffaf su quyusudur. Buradan mən sizə evimizin jakuzzisini, parnoyunu və burada isə kisəsi, masaka yeri var. Burada şimdi yığılıb görə bilərsiniz hamısını. Soğuk su var, hazır vəziyyətləri. Bax, belə bir gözlə, mənlə işləndim, hamısını gördüyüm çox ideal bir vəziyyətdədir. Əlavə olaraq sauna pardonunda mətbəxi nəzərə tutulub. Bura isə evimizin sanitar qoşağıdır. Burada evimizin parnoydu, işləh vəziyyəti hörmətli kanal izləyicilərimiz. Burada evimizin çox baseni və jacuzzi vannadır. 6 nəfərli jacuzzi vannadır hörmətli kanal izləyicilərimiz. Bax, belə gözəldir. Həm isti sudur, buraya qaynayan sudur burada. Buraya isə evimizin motorxanası hörmətli kanal izləyicilərimiz, həm baseni, həm sauna parnoyu, hamısı bax, burada yığılıb hazır vəziyyətdə. Əsas məsələ bax, buradır. Tırnajorun zal, belə bir gözəl bir tırnajorun zal bax, burada mövcuddur. Pəncərələr açıq, pəncərələrdə birbaşa öz həyətinə baxır, öz evinə baxır hörmətli kanal izləyicilərimiz. Tırnajorun zalımız nümer 2-1. 3 otaqlı evin sahəsini götürüb hörmətli kanal izləyicilərimiz. Bir daha evimiz 13 sot torpaq sahəsinin üzərində inşa olunub. Bizim fasad görünüşünü həyətin sahəsindən mən tanış edim. Buradan da girişimiz var, sağ tərəfdən də girişimiz var. Və buradan isə tırnajorun zalımıza girişimiz var, hörmətli kanal izləyicilərimiz. Həm sauna parnodan, həm də həyət yan sahəsindən girişim var. Buradan da sizə görsədim, bax, belə bir gözəl bu buradan. Tırnajorun zaldır. Burada motosikildir. Nə varsa evdə qalacaq, bax, nə görsə evdə qalacaq. Yəni, maşın girdi həyətə, rasına maşın, 2 dənə, 3 dənə maşın burada navesin altında saxlaya bilərsiniz. Giriş arabasıdır, multisistemdir. Burada da yəni də əl qapısıdır, hörmətli kanal izləyicilərimiz. Burada da yəni də həyət üçün lazım olan moykasıdır burada hörmətli kanal izləyicilərimiz. Burada da yəni sol tərəfində, sağ tərəfində yəni ağaclar, güllər əkilib. Evimizin bax, bir gözəl bir fasad görünüşü burada mövcuddur. Həm evimizin giriş üz tərəfindən də, fasad tərəfindən də giriş var, arxa tərəfindən də girişi var. Sol tərəfindən gördüyünüz kimi məsafə saxlanıb. Evimizin fasadı gördüyünüz kimi kelmə qranitlə döşənilib, ağla döşənilib hörmətli kanal izləyicilərimiz. Bir daha mən sizə görsədim, bax, belə bir gözəllikdədir. Bura isə evimizin karokisidir. Karokisi birbaşa mənzərəsi baseniyadır hörmətli kanal izləyicilərimiz. Bax, belə bir gözəllikdə karokidir. Buradan da bir daha evimizə baxa bilərsiniz. Fasad görünüşdən su quyusudur, şəffaf su quyusudur. Yəni içilməli su quyusudur, hörmətli kanal dədə-baba su quyusudur. Sonradan restavrasyon təmir olunub, düzəldilib. Həyat üçün lazım olan sanitar qoşaq bax, burada mövcuddur. Arxa tərəfində var, belə bir söhbətgahı var, kanal izləyicilərimiz. Və bu söhbətgahdan birbaşa evimizin mətbəxinə girişi var. Bax, belə bir gözəllikdə mətbəximizin girişi var. Mən də evimizdə pauzanı vuracam, saxlayacam. Evimizin əsas giriş qapısından mən sizə kəndi girib göstərəcəyəm. Evimizin, yəni xatırım, əsas giriş qapısı burada yerləşir və darabazar burada, qapı burada. Bax, belə bir gözəllikdədir. Evimizin, bax, belə bir gözəl bir giriş səsi var, hörmətli kanal izləyicilərimiz. Sol tərəfdə paltar asılmış qapıdır, hamısı membrandan kraskalıdır, güzgümüzdür. Sağda otağımız və qonaq otağımız və mətbəximizdir. Burada isə bax, belə bir yataq otağıdır, hörmətli kanal izləyicilərimiz. Sanitar qoşağıdır. Və burada da sanuzəlimiz burada mövcuddur. Biz xatırladım ki, bu evimizə 2 milyondan çox pul
xərclənilib. Bax, bu görülür bütün əşyalar, remont hamısı içində bir olmaq şərtilə. Nə görürsə hamısı qaraca oyunu, hamısı bağlı əşyalardır, İtalyansk əşyalardır. Mebellər hamısı İtalyansk hörmətli kanalizasiya. Burada həm qonaqda və mərtəbə arası manat beton və stipolla təsis olunub. Buradan da mətbəxindən də birbaşa söhbətgahına, evin arxa tərəfə, basen tərəfə, karoki tərəfə, trenajör zal tərəfə çıxışı var. Bax, belə bir gözəllikdədir. Mən sizə ikinci mərtəbəsindən tanış edim. Bir daha evimiz hər mərtəbəsi manat beton və kolonlarla inşa olunmuşdur. Şəxsi tikildi. Evimizdə 2 milyonun çox pul xərclənilib. Amma bugünkü gündə evimiz 950 min manata bütün gördüyü bütün əşyaların birlikdə təcili olaraq satılır. Bura isə Santiago Uşaqlı hörmətli kanalizasiyalarımız ikinci mərtəbəyə aid olan burada belə bir gözəl bir yataq otağı da burada mövcuddur. Və balkonla çıxışını da mən sizə göstərdim. Binanın ələm mərhələsində yerləşir. Bax, belə bir geniş bir balkonu var. Çox super balkonu var. Yəni, burada da dostluğu, orasını istirahət edə bilərsiniz. Hamısı görürüm, hamısı bax, belə villalardır. Panoraması gözəlliğinin söhbət yox. Baseni, karoki, həyətyanın sayısı 13 torpaq. Və burada isə yenə də bir yataq otağımız burada mövcuddur. Hamısı lüstrlər ki, hamısı gördüyünüz kimi baxalı lüstrlərdir. Yəni, burada ucuzlu masal işlənməyib. Burada da pəncərələr, yəni birbaşa öz həyətinə baxır, hörmətli qanal. Bax, buradan da görə bilərsiniz, hamısı villalardır, hörmətli kanalizasiyalarımız. Bu yataq otağımızda isə əlavə olaraq burada bir dənə də Santiago Uşaqlı burada mövcuddur. Bu yatağımız üçündür. Və sonuncu yataq otağımızda mən tanış edəcəm, bax, belə bir gözəllikdə. Yataq otağına ona otaq kimi istifadə olunur. Amma əslində ikinci mərtəbə yataq otağıdır. Amma burada yəni söhbətgah, televizor, hamısı kreslo divanlar kimi hamısı hazır vəziyyətdədir. Bax, belə bir gözəllikdədir. Əlavə məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmayı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbədə siz tanış olun. Bir də xanım, evimizin qiyməti 2 milyondan yuxarı çox pul xərclənsə də, bugünkü də təcizə pul lazım olduğuna görə 950 min manata təcil olaraq satılır. Sözsüz ki, real alacaqlarına yenə də endirim olunacaq.